Həkim çox maraqlıdır. Bu sahəni özünüz seçmisiniz, yoxsa balınız ora düşüb deyə məcbur qalıb oxumusunuz? Bu arada izləyirəm sizi, mükəmməl həkimsiz. Gəldik əsas məsələyə. Deməli, dostlar, indiki vəziyyətinə baxmayın. Bizim vaxtımızda qadın doğum ginekologiya həqiqətən çox yüksək balla qəbul edirdi tələbələri. Mən də yetəri qədər, hətta çox yüksək bir bal yığıb ora düşmüşəm. Azərbaycandan gedəndə isə TCS deyilən bir imtahan var idi. Dövlətin dəstəyi ilə cəmi 3 nəfər tibb oxumağa getdi bizim ilimizdə. Onlardan biri mən idim. Yenə də çox yüksək balla. O ki qaldı süni mayalama məsələsi. Süni mayalama məsələsi möcüzəyə ən yaxın olduğunuz sahədir. Yəni möcüzəni hər gün görüb, hər gün şükr edib, hər gün necə deyim, fərqli bir müstəvidə, fərqli bir boyutda yaşadığınız bir sahədir. Burada yazılanlar bu işlərin bir hissəsidir. Hər gün o enerjini alıb, yəni yaşamaq ayrı bir şeydir. Onsuz çünki yaşamaq olmur. Və ona alışdıqdan sonra elə sayılır. Çünki hər gün o sevinən insanları görmək, o nə bilim üzülən insanlara təsəlli vermək, dəstək olmaq həyatın bir parçasıdır. Yəni həyatın içində saxlayır sizi. Və mənim gözümdən süni mayalanma bir tərəfə, tibbin digər bütün sahələri bir tərəfə. Əlbəttə ki, hamısı müqəddəsdir, hamısı yaxşıdır, amma bizim işimiz tam başqadır. Yəni normal tibblə də çox əlaqəsi yoxdur. Yəni tam başqa bir sahədir. Məsələn, biz işçi götürəndə yanımıza birinci onun təcrübəsinə falan baxmırıq. Biz birinci baxırıq ki, necə insandır. Bunu müəyyən testlərlə yoxlayırıq. İkinci, ağzı bağlıdırmı? Buna baxırıq. Çünki orada elə insanları görə bilər ki, sabahları gedib orada falan kəs də bizə müayinəyə qəbula gəlmişdi deməsin deyə. Hələ bunlar işin çox balaca bir hissəsidir. Odur ki, mənim bucağımdan belə görünür. Yəni süni mayalama məsələləri.